Salam, mən coğrafiya müəllimi Arzu Əhmədova. Bugünkü dərsimizə qısa bir video görüntü izləməklə başlamaq istəyərdim. Gəlin izləyək. Bu videoda siz məşhur İtalyan bəstəkar Vivaldinin 4 fəsil əsərindən bir parçanı dinlədiniz. Bəstəkar bu əsərində fəsillərin dəyişdiyini, hər fəslin gözəlliyini və özünə məxsusluğunu notlarla mükəmməl şəkildə ifadə etmişdir. Bəs fəsillərin yaranmasının və bir-birini əvəz etməsinin səbəbi nədir, heç düşünmüsünüzmü? Bu dərsimizdə biz bu məsələni aydınlaşdıracağıq. Hamımıza məlumdur ki, yer Günəşin ətrafında fırlanır. Yerin Günəş ətrafında hərəkət xətti orbit adlanır və dartılmış çevrə ellips formasındadır. Orbitinin uzunluğu təqribən 940 milyon kilometrdir. Bu məsafəni yer kürəsi saniyədə 29,8 km sürətlə 365 gün, 5 saat, 48 dəqiqə, 46 saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5 dərəcə bucaq altında meyillidir. Bu meyillik fəsillərin qütb gecə və gündüzlərinin yaranmasına, yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur. Qeyd edim ki, fəsillər yer kürəsinin hər məntəqəsində eyni dərəcədə aydın müşahidə olunmur. Çünki ekvatorial ərazilər il boyu bol günəş enerjisi aldığı üçün daim yay fəsli, qütblərdə isə günəş şüası kiçik bucaq altında düşdüyündən qış fəsli müşahidə edilir. Orta enliklərdə 4 fəsil daha aydın müşahidə edilir. Yerin Günəşə olan meyilliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir. Günəş şüaları yer səthini müxtəlif bucaq altında işıqlandırır. 21 mart və 23 sentyabrda yerin xəyali oxu Günəşə nisbətən perpendikulyar olur. Bu zaman günəş şüaları günorta ekvator üzərinə düzbucaq 90 dərəcə altında düşür. Bu zenit vəziyyəti adlanır. Bu vaxt yer kürəsində gecə və gündüzün uzunluqları bir-birinə bərabər olur. Hər iki yarımkürə eyni miqdarda günəş istiliyi və işığı alır. Həmin günlərdə hər hansı məntəqədə günəş şüalarının düşmə bucağını təyin etmək üçün məntəqənin yerləşdiyi coğrafi enliklə günəşin zenitdə olduğu enlik arasında dərəcə fərqi 90 dərəcədən çıxılır. Məsələn, Bakının yerləşdiyi 40 dərəcə şimal enliyində bu göstərici 90 dərəcə çıxılsın 40 dərəcə bərabərdə 50 dərəcə olacaqdır. Moskva şəhərinin 56 dərəcə şimal enliyində yerləşdiyini nəzərə alaraq 21 mart və 23 sentyabr tarixlərində günəş şüalarının düşmə bucağını siz tapın. Onu da qeyd edim ki, 21 mart yaz gecə gündüz bərabərliyi günü BMT-nin 1966-cı il qərarı ilə beynəlxalq ilgi ayrı seçkiliyin aradan qaldırılması günü, həmçinin 2013-cü ildən beynəlxalq meşələr günü olaraq qeyd olunur. Yerin meyilli hərəkətindən asılı olaraq zenit vəziyyəti 22 iyunda yay gündönümündə 23,5 dərəcə şimal enliyində, şimal tropikində, 22 dekabrda qış gündönümündə 23,5 dərəcə cənub enliyində, cənub tropikində olur. 22 iyunda yerin şimal hissəsi günəşə tərəf çevrildiyinə görə şimal yarımkürəsi daha çox istilik alır. Ona görə də burada yay fəslidir. Həmin vaxt cənub yarımkürəsi günəşdən az istilik alır, burada qış fəsli yaranır. 22 dekabrda yerin cənub yarımkürəsi günəşə tərəf çevrilmişdir və bura daha çox qızdırılır. Ona görə də ekvatordan cənubda yay fəsli olur. Şimal yarımkürəsi az qızdığına görə burada qış fəsli yaranır. Beləliklə, bugünkü dərsimizdə biz yerin Günəş ətrafında hərəkəti, yerin Günəş tərəfindən qeyri-bərabər qızması və fəsillərin yaranması haqqında danışdıq. Diqqətinizə görə minnətdaram. Növbəti dərsimizdə görüşənədək.